2018-ci ilin dekabrın 10-u paytaxt Bakı dərin yuxuya qərq olub. Nəsimi rayonu Rəşid Beybudov küçəsində yerləşən 65 saylı binanın mühafizəçisi Samir Həziyev üçün adi bir gecə növbəsi idi. Saat zərgər dəqiqliyi ilə gecə saat 02:35-i göstərirdi. Mühafizə otağında televizorun səsi arabir küçədən keçən küləyin uğultusuna qarışarkən qəfil kənar bir səs eşidilir. Ağır bir şeyin yerə çırpılma səsi. Samir şübhələnib çölə çıxır, qaranlıq ətrafa nəzər yetirir, amma ilk baxışdan heç nə gözə dəymir. O otağına qayıdır, bir neçə dəqiqə sonra gecənin səssizliyini ikinci bir səs pozur. Bu dəfə mühafizəçi daha qətiyyətlə bayıra atılır, telefonun işığını yandıraraq park edilmiş maşınların arasına doğru irəliləyir və asfaltın üzərində dəhşətli bir mənzərə ilə qarşılaşır. Yerdə üzü üstə gecə paltarında bir qadın meyidi uzanıb. Saat 3 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə gələn həyəcanlı zəngdən dərhal sonra Nəsimi rayonu 21-ci polis bölməsinin əməliyyat qrupu və prokurorluq əməkdaşları hadisə yerinə gəlir. İlkin baxış protokolu yazılır və meyit binadan tam 117 sm aralıda tapılıb. Bölmənin təhqiqatçısı İlkin Nəbizadə qısa müddətdə dəhşətli faktı üzə çıxarır. Bu cansız bədən binanın 5-ci mərtəbəsində 51 nömrəli mənzildə yaşayan iki uşaq anası Atəşkah Sığorta şirkətinin həmin vaxt baş mütəxəssisi olan Adeliya Taxveliyə məxsusdur. İstintaq qrupu dərhal 5-ci mərtəbəyə qalxır. İlk döyülən qapını açan olmur və növbəti cəhddə qapı açılır. İçəridə baş verənlər hadisənin sadə bir bədbəxt hadisə olmadığını elə ilk saniyələrdən sübut edir. Evin sahibi Buta Palace kompleksinin Art şöbə müdürü 1982-ci il təvəllüdlü Ramiz Taxveli polisləri görərkən qeyri-adi, qorxulu hərəkətlər nümayiş etdirir. O evdəki qızlarını da götürərək mətbəxin qarşısındakı paltar dolabının içinə girir və oradan çıxmaqdan imtina edir. Üstündə yalnız alt paltarı olan bu adam şifanerin içindən polislərin suallarına son dərəcə aqressiv şəkildə cavab verir. Ona arvadının harda olduğunu sual veriləndə Ramiz soyuqqanlıqla deyir ki, arvadım yataq otağındadır və yatır. Lakin çətinliklə də olsa bölməyə gətirilən şübhəli arvadının eyvandan necə yıxılması sualı qarşısında qəflətən qorxunc bir etiraf edir. Onu eyvandan özüm atmışam, deyir. Evdə isə polislər onun qeyri-müəyyən davranışlarından şübhələnib, narkotik qəbul edib etmədiyində soruşmuşdu və o bu suala da qəribədir ki, səmimiyyətlə cavab verərək marihuana çəkdiyini boynuna almışdı. Elə həmin an mənzildə keçirilən baxış zamanı eyvanın döşəməsindən ətrafa səpələnmiş şüşə qırıntıları, axıntı və damcı şəklində qana bənzər ləkələr qeydə alınır. Hələ bu son deyil. Binanın qarajında Ramiz Taxveliyə məxsus Lexus markalı maşına baxış keçirərkən sükanın altındakı kibrit qutusunun içindən 5,60 qram çətənə bitkisindən hazırlanmış narkotik vasitə götürülür. Aparılan tibbi müayinə protokolda təsdiq edir ki, marihuana qəbul nəticəsində bu adamda ağır psixi və davranış pozuntusu yaranıb. Zərərçəkmişin hüquqi varisi anası Samirə Süleymanova və uşaqların dayəsi Sevda Ziyadovanın ifadələrindən məlum olur ki, cütlüyü 2007-ci ildə sevərək evlənsələr də birinci qızları beyin travması və autizm xəstəliyi ilə doğulduqdan sonra Ramizin ailəsinə münasibəti tamamilə dəyişib. Daim içkili olan, başqa qadınlarla görüşdüyü iddia olunan və narkotik asılılığı olan ər Adeliyanı illərdir mütəmadi olaraq döyürmüş. Hətta hadisədən 2 gün əvvəl dekabrın 8-də bağ evində olarkən Ramiz maşının qapılarını bağlayıb 4 saat tək başına maşının salonunda oturub. Evdə isə bir dəfə özünü yeni il ağacı qurulan vaxt hamama kilitləyib saatlarla oradan çıxmayıb. Və dekabrın 10-u. Gecə Ramiz Taxveli saat 1-də dostu Əli Səttar Quliyevə WhatsAppda mesajlar yazaraq 3 dəfə narkotik vasitə istifadə etdiyini deyir. Dostu cavab vermir. Saat 02:40 radələrində yuxuda olan Adeliyanı oyadır,
azyaşlı qızların gözü qarşısında onu otaqlarda saçından tutaraq sağa-sola sürüyür. Böyük qızının yalvarışlarına kiçik evladının ağlayaraq anasını çağırmasına məhəl qoymur və ən dəhşətlisi Adeliyanı övladları ilə məcburi şəkildə vidalaşdırır. Sonra onu mətbəxin eyvanına gətirir, ayaqlarından tutaraq 5-ci mərtəbədən aşağı ölümün ağuşuna buraxır. Qonşu binanın kamerası qaranlıq olduğu üçün o anı çəkə bilməsə də istintaq bütün bu zənciri bərpa edir. Nəsimi rayon prokurorluğunda dərhal Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə iş başlasa da, sonradan maddələr daha da ağırlaşdırılır. Ramiz Taxveli xüsusi amansızlıqla qəsdən adam öldürmə, sağlamlığa yüngül zərər vurma, əzab vermə, narkotik saxlama maddələri ilə ittiham olunur. Ramizin anası isə oğlunun ailəsini çox sevdiyini deyərək bu cinayətə inanmadığını bildirir. Lakin hadisələrin gedişatı tamamilə fərqli bir məcraya yönəlir. Hadisədən bir neçə gün sonra dekabrın 16-sında Bakı İstintaq Təcridxanasında Ramiz Taxveli digər məhbusla dalaşaraq ağır qapalı kəllə beyin travması alır və 2019-cu ilin yanvarın 4-nə qədər Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur. Məhz bu travmadan sonra onda yeni ağır psixi pozuntular baş qaldırır. Məhkəmə psixiatrik ekspertizası rəy verir. Cinayəti törədən ana qədər psixi xəstəliyi olmasa da, hazırki vəziyyəti onu Cinayət Məcəlləsinin 21-ci, yəni anlaqsızlıq maddəsinin təsiri altına salır. Əziz tamaşaçılar, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı artıq yenidən nəşr olunub və bizdən bu kitabı soruşan şəxslərə, tamaşaçılara özümüzü tutaraq kitabı yenidən təqdim edirik. Qeyd edək ki, kitabda Azərbaycanı rəhbərlik etmiş şəxslərin, hökmdarların buraxdığı səhvlərdən danışılır. Bu səhvlər olmasaydı, yəqin ki, bizim bugünkü həyatımız tamam başqa olacaqdı. Kitabı almaq istəyən şəxslər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Məhkəmə iclasında Ramiz özünü təqsirli bilmir, amma sübutlar ortadadır. Sonda 2020-ci il mayın 22-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ramiz Taxveli barəsində cəza yox, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir və cinayət işi üzrə icraat dayandırılır. Zərərçəkmiş tərəfin bu qərardan verdiyi apellyasiya şikayəti də elə həmin ilin noyabrın 17-sində Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş qalır. İki uşaq anası amansızcasına qətlə yetirilmiş Adeliya Taxvelinin dosyası bu qərardan sonra arxivin qaranlıq rəflərinə gömülür və Azərbaycanda daha bir müəmmalı qətllə bağlı şayiələr dolaşmağa başlayır. Salamat qalın.